Ağam ağam, ağam ağam, ağam ağam, Damenində, anovunda məni tək yoxdur ləkə. Hüseyin, yaralı başı və bu bəzmi quranlar qurban, uca boy qardaş var, sinə vuranlar qurban. Hüseyin, ağam ağam, ağam ağam, ağam ağam, ay mənim qəribənlərdə ölən ağam, ay yaralı yatışan, can verən ağam Hüseyin. Hüseyin, and verir səni peyğəmbərə bənzər balova, Qasimin yoldaşı bir Baku dilavər balova. Hüseyin, and verirəm səni Yusuf-i şəhri Mədinə, Əli Əkbər balova ağacan, qoyma bu qarə geyənlər ağa şərməndə ola, bunların heç kimi yoxdur, əli boş salma yola. Ay yasa gələnlər istirəm, olsa mədət Fatime-i Zəhradan, bir xəbər nəzmə çəkim möcüzə-i Səqqadan. Yəni bir qətrə fəqət şərhi verəm dəryadan, şəm-i matəm oduna qanlı ürəklər alışa, hər kimin hacəti varsa ətəyindən yapışa. Bir nəfər aşıqı və rəstəyi şahi şühəda, qəlbi ayinə-i iman, özü bir-ey bir riya, əyninə qarə geyərdi dəh-i mah-i əza, ağlıya ağlıya Əbbası alardı nəzərə, məşki çiynində su paylardı əzadarilərə. Dağlı qəlbində qəmi, möhnətə mizan yox idi, çoxdur dərdi, vəli heç dərdinə dərman yox idi. Ay dərdi olanlar, ay xəstəsi olanlar, gördün əlin hər yerdən üzülüb, nə olar o gizlin dərdi olanları da dua elə. Əgər gözün dolsa, qəlbin yansa bu əhvalata, cəmi mərizləri dua eləyəsən inşallah. Dağlı qəlbində qəmi, möhnətə mizan yox idi, çoxdur dərdi, vəli heç dərdinə dərman yox idi. Qurtaran möhnət əlindən buna imkan yox idi, var idi bu kişinin evdə bir oğlan uşağı, fərəc idi, dalısıca sürünərdi ayağı. Olar ki, xəstəsi var, əli hər yerdən üzülüb, bu gecə Həzrət Əbəlfəzə inşallah təvəssül eləsin. 8 il etdi təhəmmül, bu qəmi sübh-ü məsan, nə qədər nəzr-i niyaz eylədi biçarə ata. Nə dəvası tapılıbdı, nə ala bildi dəva, Laleler misli
yaralı ürəyi dağlı idi, üzünə bab-ı kərəm məsləhəti bağlı idi. Əl-qərəz il dolanıb, mövsüm-i matəm gəldi, qara pərçəmlər asib, qəlblərə qəm gəldi. Keçdi Zilhəccə ayı, mah-ı Mühərrəm gəldi, keçən illər kimi ehram-ı əzasın geydi, mələkut əhli kimi qara libasın geydi. Bir gecə durdu, yenə məşkini doldurdu sudan. İndi bir də görsən, Allah o ehsanatları qəbul eləsin. Çıxanda görsən ki, biri şərbət paylayır, biri nə bilim su alır, gətirir. Bu da niyyəti bu olub da, əvvəldən elə Həzrət Əbəlfəz, bəzən Kərbəlaya ziyarətə gedənlər görmüşsünüz, yol qırağında bir məşqdən də düzəldərlər, su bir-bir gətirib o qonaqlara verərlər. Bir gecə durdu yenə, məşkini doldurdu sudan, qapıdan xaric olan ləhzə o pakizə rəvan. Gördü evdə elə bil, kimsə ağlayır ucadan, döndü baxsın görə kimdir, yolun üstə nə deyir. Gördü naxoş balası, sinəsi üstə sürünür. Məşkinin bəndini boynundan açıb qoydu yerə, balasın bağrına bastı, boyadı əşkin tərə. Dedi oğlum, niyə saldın özüvi dərdi sərə, nə sözüm vardı, danış canı və qurban olanım, sinövün üstə sürünmə başıva mən dolanım. Atadır da. Dedi bir ləhzə, uşaq dedi bir ləhzə dayan, getmə sözüm var, atacan. Ayağa durmağa vazihdir ki, yox məndə təvan, İstirəm versən icazə mənə ey ruhi rəvan. Bu gecə bəzm-i əzada eləyim əxzəm məram, və əsət-i dəstədə məndə sürünüb sinə vuram. Uşaq dedi, də gedirsən Məhərrəmli əzada, ata məni də apar. Gedim mən də bir sinə vurum. Atanın qəlbi yanıb, nəhvəyi qoftarindən, eləyə bilmədi keçsin oğul israrından. Sildi ağlar gözünün yaşını rüxsarından, dedi oğlum bu qədər ağlama, yandırma məni. Çarəsiz bir atayam, bəsdi utandırma məni. Allah heç bir atanı balasının yanında, ailəsinin yanında xəcalətli eləmə. Dedi oğlum bu qədər ağlama, yandırma məni. Çarəsiz bir atayam, bəsdi utandırma məni. Ürəyindən keçəni oğul, sən özün izhar elədin. Bağlanan yollar yaşdın, yol həmvar elədin. Dər həqiqət budur, sənə qurban özün israr elədin. Utanırdım oğul, deyəm oğlum sözüvü yarə denən. Gəl gedək dərdüvü qeyrətli ələm darə denən. Əl-qərəz sininə məşkin yenə bəndin saldı. Ağlıya ağlıya ağuşuna oğlun aldı. Bala getdi,
Ana mənzildə pərişan qaldı, baxdı dalısı can. Ona biçarə ana dedi oğlum, səni tapşırdım Əbəlfəzl ağama. Mahəsəl aşıqı varəstə və vala şəcərə, yetişib mülhəq olub cəmi əzadarınlərə bağlanıb. Başlanıb gördü əza itrəti xeyrül bəşərəm. Nohə xan bəzmi qəmə pərdeyi matəm toxuyur. Mənbər üstə oturub Rövzə-i Əbbas oxuyur. Gəldilər elə, gördülər ki, ata bala məclisdədir elə Həzrəti Əbəlfəz rozası oxuyur məddah. Fürsəti bildi münasib, yeriyibdir qabağa. Fürsəti bildi münasib, yeriyibdir qabağa. Ucadan səslədi qollar və qurbanəm ağa. Baxmason bu gecə bu qəlbi pərişan uşağa. Ata naləsi andola öz canıma, qəlbilərə od salaram. Gətirib məşkimi bəyindindən açıb parçalaram. Əgər bu uşağa bugün burada şəfa verməsin, bir də mən söz Həzrət Əbəlfəz sənə səqqalıq eləməyəcəm. Bu məşki hər il mən boynuma sallam cəmaata, sən nəzadarlıqlarına su verirəm, açıb tullayacam, day bunu eləməyəcəm. Həzrət Əbəlfəz qolları verdi, göz çıxıb, dişi ilə saxlayıb məşkini. Belə dua eləyərlər. Elə təsir elədi sinə vuranlara sözü. Qarışıb məclisi matəm, hamının doldu gözü. O qədər ağladı, qəşşeylədi biçarə özü. Verdilər xatəmi əl-qissə əza məhvilinə. Nimeyi şəb qayıdıbdır hərə öz mənzilinə. Yandırır, Allah Allah, yandırır qəlbimi ateş kimi şeirin qalanı. Sataram göz yaşına, sataram göz yaşına, şeirimi olsa alanı. Saldılar bəstərə, ahəstə ona xoş balanı. O qədər ağladılar, məclisi matəm batdı. Hərə bir cuşədə başın yerə qoydu, yatdı. Baxdılar o xəstənin o halına, o atasının duasına. O xəstədə hərəsi bir tərəfdə əzadarlar, yatdılar deyir o gecə o mənzildə. Allah Allah, gecə keçdi yarıdan. Nə ürəyində deyin, Kərbəla istəyirsən de. Gətir, indi bax onu gətir niyyətivə. Xəstəm var, indi gətir niyyətivə. Yapış Əbəlfəz ağanə ətəyindən. Kimin nə qəlbində, dərinliklərində, o qəlbinin dərinliklərində gizlin duası var, indi denən. İndi gətir onu, onu zehnindən çıxartma. Gecə keçdin yarıdan, bab-ı kəramət açılıb. Əbəlfəz, ağam ağam, ağam ağam, sahibi kərəm ağa, qolları qələm ağa. Bu məclisdə də dərdi olanlar var, hacəti olanlar var. Yana yana qəbrivi istəyənlər var, ərbəyində qonaq olmaq istəyənlər var, dərdi olanlar var. Gecə keçdi yarıdayan, bab-ı kəramət açılıb. Qəmli bir kəslərə dərvazə-i rəhmət açılıb.
Kərbəla aşiqinə rah ziyarət açılıb, gördü rüyada ondan xoş bala dildar gəlib, nökərin görməyə qeyrətli ələmdar gəlib. Uşaq xəstə, uşaq tanımır. Baxdı, baxdı, dedi kimsən bu qədər zibasən, mehribansan, baxışından bilinir ağa sən. Olmaya sən sinə vuranlar çağıran səqqa sən, məni salma nəzərindən şərəfi nas olsun, əlimi tut yeriyim Həzrəti Abbas olsun. Burada iki dənə məna var. İstəyirəm onu da təhvil alasan. Bəzən biz öz yolumuzda bu xəstənin, şikəstin simvolik bir mənası var. Bunu deyə öz günahları gətir nəzərə. Bəzən biz sabit qədəm ola bilmirik İmam Hüseyin yolunda. Özünü o şikəstin yerinə qoy, o xəstə uşağın yerinə qoy. Elə istəyirsən yaxınlaşasan, görürsən geriyə qalıbsan. Elə istəyirəm yaxınlaşam, görürsən geriyə qalıbsan. Gərək bu yolda təvəssül eləyəsən elə İmam Hüseynə, Həzrət Əbəlfəzə ki, tutsun əllərindən səni aparsalar. Bir dəfə aparsalar, elə onlarla qalacaqsan. Baxdı, baxdı, dedi kimsən bu qədər zibasən, mehribansan, baxışından bilinir ağa sən. Olmaya sinə vuranlar çağıran səqqa sən, məni salma nəzərindən şərəfi nas olsun, əlimi tut yeriyim Həzrəti Abbas olsun. O qand olan ləblərin açdı Əbəlfəz ağa, adıva qurban olum ağa. Dedi dur yatma oğul, Vaqif-i ehsasəm mən, xadimi silsile-i aliyəm fasəm mən. Atobu səslə denən, gəlmişəm Əbbasəm mən. Başı bu lalə kimi salma Muhəmməm, aşağı əlvi çiynimə qoy, ya Əli de dur ayağı. Niyə əlvi qoy çiynimə? Ağamın qollarını Kərbəlada elə qələm elədilər. İndi hamı məndən bir yerdə desin, qolları qələm ağaya, sahibi kərəm ağaya. Çünki səqqadır babam, cəmi əzadarələrə axı su paylayardı hər il. Şamil oldu anamın lütfü o balası yerə, məni bura xanım Zəhra göndərib. Xidməti çoxdur buyurdu, ged onu al nəzərə. Bilmirəm, sözə bax, bilmirəm, bilmirəm. Heç kimə zehnində səni oxşatdı, sinəvin üstə sürünmək nənəmi ağlatdı. Ya Zəhra, aton amma dedi bir söz ürəyim qan oldu. Qüssəsindən mələkut əhli pərişan oldu. Nəxlilər əlqəmədə halimə giryan oldu. Aton nə dedi? Dedi bir iş görərəm, sinələrə od salaram, gətirib məşkimi boynumdan atıp parçalaram. Kərbəlada qollarım getdi oğul, Kərbəlada gözüm getdi oğul.
Bax, suyu götürüb içə, bax bir dənə, suyu götürüb içə, nagahan xeymələrə, onun bir əsli tamam sənədi başqa cürdür. Sən əvvəlfə suyu götürüb, baxsın içə, şeirin gözəlliyinə bax. Suyu götürüb istədi içə, içməmiş xeymələrə sarı dolandırdı gözün. Gördü bir səhnəni, göz yaşı gözündən axdı. Biçarə xeyməyə sarıb baxdı. Gördü bir səhnəni, göz yaşı gözündən axdı. Barmağın gördü rüqəyyə vurur əşki tərinə, tapmayıb çarə yaxır əsğərinin ləblərinə. Heyf ola, atonamma dedi bir söz ürəyim qan oldu. Qüssədən mələkut əhli pərişan oldu. Nəxlilər əlqəmdə halimə giryan oldu. Dedi bir iş görərəm, sinələrə od salaram. Gətirib məşkimi boynundan atıb parçalaram. Heyf ola bilmədi ki eyni xətadır bu sözü. Ağladıb bilsə əgər Fatiməni ağlar özü. Qərq edər göz yaşına aləm imkanı gözü. Gəlmişəm bir də denən illəti var mənzili və bu sözü. Səy elə bir yolda gətirmə dilvə. Dönəndə nəhridən geri, dönəndə nəhridən geri, kəsildi sağ qolum əxab. Ümidim ölməmişdi ta, düşüncə cüt qolum əxab. Mənə şərəfdi eşq ilə, sənə fəda olum əxab. Fəqət zəlil halətəm, məni aparma xeyməyə. Rüqəyyədən xəzalətəm, məni aparma xeyməyə. Hüseyin başının üstə dayanıb, İmam Həsən ağa can verəndə İmam Hüseyin ağa dedi ki, ölüm mələyini görəndə istəyirəm onu mənə hiss elətdirəsən. Tutdu əlindən. Dedi, haçan, İmam Həsən ağa dedi, Hüseyin, qardaş, haçan gördün, əli sıxıram bil ki, ölüm mələyi gözümə görsəndir. Amma Əbəlfəz ağanın üstünə İmam Hüseyin ağa gələndə ki, qardaşın can verəndə, sağlam halı ilə can verəndə, istəyərsən axı əlindən tutasan, qolundan tutasan. Əl var bədəndə, nə qollar bədəndə, Allah Allah. Hüseyin baxdı, İmam Hüseyin ağaya baxdı. Dedi, Hüseyin, məni bu yerdə dəfn elə, əlamətim görünməsin, məzarın üstə su səpən, əlin çəkinməsin. Bu düşdüyüm müsibətə rəqiblər sevinməsin, bacım görüb utanmasın, məni aparma xeyməyə. Yaralı qəlbi yanmasın, məni aparma xeyməyə. Dua edərdim ey Xuda, üzümü qar eylədin,
Ateş tutan balaların susuz boğazı qəmuda. Əgər soruşsalar məni, əbəlfəz ben nə deyim uşaqlara səni aparmayım? Əgər soruşsalar məni, denən ki ay batıb suda, denən qayıtmadı sudan, məni aparma xeymiyə. Ölərsə ki nə qorxudan, məni aparma xeymiyə. Baxdı, sözə bax. Fərağun ey əziz möhtərəm, utandırır məni. Qopan qolun əlindəki ələm utandırır məni. Suyum dağıldı çöllərə, bu qəm Suyum dağıldı çöllərə, suyum dağıldı çöllərə, bu qəm utandırır məni. Fədayəmət şan əsğərə, məni aparma xeym. Əmisi qurban əsğərə, məni aparma xeyməyə. Hüseyin məni halal elə, Hüseyin məni halal elə, Hüseyin məni halal elə, Hüseyin məni halal elə. İmam Hüseynin bir dənə kəlməsi var, onu deyim nohən başlayıram. Baxdı, dedi, çoxları gələr qəbrimin üstə, gözü giryan olacaq. Əbəlfəz, nigaran olma, aramızda iki qardaşa xiyaban olacaq. Hüseyin məni halal elə, Hüseyin məni halal elə, Hüseyin məni halal elə, Hüseyin məni halal elə. Əbəlfəzin dilindən sən özün gör, ağlıysan, baxıram gözlərinizə. O ağlayanlar özlərin bilirlər. Bir dənə özün Əbəlfəzin dilindən denən, Hüseyin məni halal elə, Hüseyin məni Hüseyin məni helal elə. Allah heç bir qardaşı, heç bir kişini xəcalətdə eləmə. Böyük dərddə, Əbəlfəz kimi qeyrətdir. Əbəlfəz qeyrət simvolu, bəyə hacı dediyi, aşıqliyin simvolu, qeyrət simvolu olan Əbəlfəz ağa necə xəcalət çəkir. Hüseyin məni helal elə, ağam ağam. Ay yaralı sultanım, vurubdular seni çok kardeş, sökübdü kalbimi yok kardeş, sesi ve ses veren yok kardeş. Ey bedeni set pare, kalıbdı Zeynep